hoş gördük. Bugün Saz Söz məclisimizi maraqlı bir istiqamətdə qurmuşuq. Həm də ona görə ki, bugün meydana çıxartdığım aşıq sıradan aşıq deyil. Yaxın zamanlarda özüm üçün beynimdə müəyyənləşdirmişəm ki, Elməddin Məmmədli günümüzün, çağdaş günümüzün ustad aşığıdır. Yəni, ustad aşığımı meydana çıxartmışam, o mənim tələbəm olub. Təqribən 20 il keçibdir tələbəliyin üstündən və o vaxt gördüyüm ədəbi ərkanı eynən yerindədir. Heç bir, belə deyək ki, kənara çıxma filan yoxdur. O adam ədəb ərkanla yoğurub, ifası, səsi, ifaçılığı, mədəniyyəti, hamısı ədəbin ərkanının içərisindədir. Ondan da çox razıyam. Çünki ustad aşıq üçün bu keyfiyyət vacib idi, o yolla da gəlibdir. Yanındakı balabancı da eyni ustaddır. Yəni, iki ustadın təqdimatını görəcəksiniz. Mən illər boyu Elməddinin repertuarına diqqət eləmişəm. Onun çox zəngin musiqi repertuarı var, saz, söz repertuarı var və yaxşı da bir müəllimdir, ustad bir müəllimdir. Onun tələbələri də həmişə diqqətimdə olub, dəfələrlə zaman o başında durduğu ruhani qrupunu gətirib və görmüşəm ki, nə qədər enerji sərf edir öz tələbələrinə. Ustad üçün bundan da uyğun bir şey, keyfiyyəti yoxdur ki, onu gerçəkləşdirir. Amma yenə də deyirəm ki, onun kökü var, köməci var. O kök, köməc Tovuz aşıqlığıdır. Tovuz aşıqlığı adamı qürur da gətirir, qorxu da gətirir. Mən düşünürəm ki, o qürurla qorxu Elməddini bu cür ustalıq səviyyəsinə, onun istedadının yüksəlməsində çox rol oynayıbdır. Qoy onun canında həmişə o qürur da olsun, Tovuz aşıqlığının tarixi qürur. Həm də qorxusu olsun ki, mən kimlərin yerinə gəlmişəm, kimləri təmsil edirəm. İnşallah bugün görəcəksiniz və o uğuru bir yerdə yaşayacaq. Uğurlar arzulayıram ikinizə də, var olun. Çox sağ olun, Müəllim müəllim. Mən də sizə təşəkkürümü bildirirəm Azərbaycan Aşıqlar Birliyinə. Siz başda olmaqla öz təşəkkürümü bildirirəm ki, bizə bu şəraiti yaradırsınız, bu diqqəti, bu qayğını göstərirsiniz. Allah sizi var eləsin, izləyicilərimizi də salamlayıram. Aşıqlıq Adəmdən icad olubdur, ol Adəm atanın nəvəsiyəm mən. Dünyaya nə qədər aşıq gəlibdir, cəmi aşıqların anasıyam mən. Aşıq anasıyam, şairlər kökü, gəzirəm dünyada divanə təki. Mahalım göynükdür, şəhərim şəkil, Laiski kəndinin binasıyam mən. Binam Laiskiyə düşübdür mehman, pədərim Salahdır, madərim Reyhan, vələdim Həsəndir, əxim Süleyman, familim Molloruc ədnasıyam mən. Ədnayam, kəmtərəm, dərdə dərmanam, Hənəfi məzhəbəm, həm müsəlmanam, Nəbim Məhəmməddir, əhli Quranam, mömin qardaşların aşinasıyam mən. Aşinayam, gedirəm doğru yolla, bülbüləm, söhbətim olar güllə. Danışsalar 72 dillə, o qədər arifəm qanasıyam mən. Qanıram, ustaddan almışam dərsi, oxumuşam ərəb, türk ilə farsı, fikrim seyr eləyir, ərş ilə kürsü, dərin kitabların mənasıyam mən. Mənada mollayam, molla cumayam, İsmi Pünhan, oduna pərvanəyəm, gəlmişəm cahana bir gün fənayam, axırda kərəm tək yanasıyam mən. Ustadlara rəhmət, sizə can sağlığı, bir ustadlar yoluna, usta Balamançı. Bir Osmanlı divanisi ilə başlayaq.
Satmaq layiq deyil, satmaq layiq deyil. Öz dostundan sınan könül bitməyin layiq deyil. Qədir bilməz kölgəsində yatmağın layiq deyil. Bir səməndi bəsləyəsən ondan bədöy çıxmaya tərif edib onu dosta satmağın layiq deyil. Bir qətrə sudan yaranıb bu dünyaya gələn kəs, dolanıban xeyli şəri yaxşı yaman bilən kəs, bir ustada qulluq edib, ondan dərsin alan kəs, bir təklif bir məclisə getməyin layiq deyil. Katmak layık değil, katmak layık değil. Nəcəf deyər yaxşılıq et, yoldaş olma pisliyə. Dərdin demə dərman olmaz, hər nadana kəstəyə. Bir məclisə varid oldun, hamı başda istəyə. O məclisə acı söhbət, qatmağın layıq deyil. Ustada rəhmət, sizlərə can sağlığı. Bəli, Məhrəm müəllim, bu il böyük şairimiz Səməd Vurğunun 120 illik yubileyidir. Bu münasibətlə ustadın ruhu şad olsun. Azərbaycan ədəbiyyatına böyük töhfələr verib Səməd Vurğun. Onun şeirləri həmişə sazımızda yaşayıb, sözümüzdə yaşayıb. Ustadın bir Hüseyin Bozalğanlıya kitabən yazdığı Danışaq rədifli şeirini Usta Balamançı. İrəvan Çuxur havasından oxuyaq, eşidənlər şad olsun inşallah.
şarayda geldin almayda geldin Aşk söyün götür telli sazını Min cavablı bir sualdan danışaq Məclis quraq, söhbət açaq, saz tutaq Al yanaqda, qoşa haldan danışaq Qoy söz alım bir günahsız dodaqdan Düşman baxıb həsəd çəksin uzaqdan Yar bəzənib çıxan vaxtı otaqdan başındakı Tirməşaldan danışaq Vurğun dəyər bir dərd bilən yar ola, zülfü bulut ağ sinəsi qar ola, yaxşı gündə, yaman gündə var ola, qədir bilən əhli haldan danışaq. Ay usta Balamancı deyirəm, Azaflı Mikail'in söz boğçasından bir söz oxuyaq. Çox gözəl. Ustadın ruhu şad olsun. Çox gözəl olur. Bir Koroğlu'du beytisindən, ustad yad eləyək.
dərdim var, bilahkara deyənmərəm. Mənim işim haqqınandı, zülümkara deyənmərəm. Deyirlər ki, olacağa yoxdur çara. Deyənmərəm. Azaflını dərd alsa da, can qəzaya uğrasa da, Fərəhməli doğrasa da, ağa qara deyənmərəm. Ay usta Balamancı, deyirəm bir qatarda böyük şairimiz Məmməd İsmail'dən oxuyaq. Ruhu şad olsun, bir müxəy havasından. Ay vətən, nə tez unuttun bağrına badaşı oğlumu. Neynədi ki ucuz tuttun, çıxartdın çıxdaşı oğlumu. Yön çevirdin, baxdın yana, yaxılanı yaxdın yana. Öz əlinlə verdin anam, yollara yoldaş oğlumu. Bax dəymişdi, sən də əydin, söz yayıb xətrinə dəydin. Bari bir dama hörəydin bu yığmalı daş oğlumu. Hər yetəni bəy mi sandın? Yadı bizdən yey mi sandın? Məmməd ögey mi sandın? Dünənki qardaş oğlunu, dünənki qardaş oğlunu.
Ömrümün qarlı zirvəsi ötər karvan karvan köç bana baxmaz. Deyirlər hər şeyin vaxtı, vədəsi, gələn soyuq sazaq qış bana baxmaz. Vaxtım boz üzündən qəlbim üşüdür, yaxşılıq, yamanlıq tale işi. Bax, bulut dalında qış günəşidir, gözünün ucundan peşmana baxmaz. Çıkarmak olar mı korkunu kanlam, korkunu kanlam, korkunu kanlam. Tutar ya kalan, ön dosta bakma.
varmı qorxulu qandan? Vədəsi çatanda tutar yaxandan. Ölüm dosta baxmaz, düşmana baxmaz. Ölüm dosta baxmaz, düşmana baxmaz. Ay usta Balamançı, böyük şairimiz Məhəmməd İsmail'in sözü bizi xeyli duyğulandırdı. Bu yerdə nakəm şairimiz, dövrümüzün məzunu bir Məhdun Əzizi də yad edək. Ruhu şad olsun. Ondan bir qatar Leyləyə yazmış olduğu şeiri köhnə gözəlləmə ilə oxuyalım. Səninki təkdaş deyil. Yaş olar gözlərin az ağla Leyla. Qışda qara bürün, üzün gülməsin, dolan bağçaları yaz ağla Leyla. Fələyin əlindən içdiyim dərdi, xoş bilib özümə seçdiyim dərdi, çəkdiyim cəfanı, düşdüyüm dərdi, qələm kağız götür, yaz ağla Leyla. Mən sənə neynədim bir vəfa gözəl, vurulub sürünə bağladım qəzəl, kamımı almamış mən ölsəm əzəl, götür məftun kimi saz ağla Leyla. Baxışın gözəl, sən elə gözəlsən, ay gözəllik, ay gözəllik, ay gözəllik. Elə qoşa hörüklərin ey bas sinəm üstə ceyranı, sən elə gözəlsən, ay gözəllik, ay gözəl, ay gözəl, ay gözəllik, ay gözəllik. Hüsnün tamaşadır, baxışın gözəl, sən elə gözəlsən, ay gözəllik. Boşa hörükləri bas sinəm üstə, sən elə gözəlsən, ay gözəllik. A belə dodağın qaymaq deyəydin şəkər bal, anazını az eylə, gəl canımı, gəl canımı, al gəl canımı. Elə yanağın lalə dirək buxarında xal, sən elə gözəlsən, ay gözəllik, ay gözəllik, ay gözəllik, ay gözəllik. Dodağın qaymaqdır, dilin şəkər bal, yanağın lalədir buxarında xal. Nazını az elə gəl, canım al, sən elə gözəlsən, ay gözəllik.
sevdamı. Sen öyle güzelsen, ay güzel Leyla, ay güzel Leyla, ay güzel Leyla, ay güzel Leyla, ay güzel Leyla. Mehbub, sevmişem sen tek cananı, verseler istemem sensiz dünyanı. İzin ver gönderim elçi anamı, sen ele güzelsen ay güzel Leyla. Sen ele güzelsen ay güzel Leyla. Mənim deyirəm, təbiətin bu gözəl çağında o dağları, o bulaqları bir xatırlayaq, bir sazla, sözlə tozda səfər eləyək. Səni bəyənməyən ay mələk sazım, qırıqdı zatından mayası yoxdur. Əməli əl verir şərə şeytana, könlündə bir Quran ayəsi yoxdur. Nəyimə gərəkdir soyum deyənlər, təki pul paradan doyum deyənlər, o sazı bir qırağa qoyun deyənlər, kökündən uzaqdır, niyəsi yoxdur. Tanıyır yağlar bu yavuz eli, kimdir Təbriz, Şirvan ya Tovuz eli, sazına sahib çıx ay Oğuz eli, sazın səndən başqa yiyəsi yoxdur. Bakıdan Tovuz'a ne yordum yolları, Bakıdan Tovuz'a yordum yolları. Kiminle derdine kime ne geldim, kime ne geldim, kime ne geldim. Dağlar eteğinde boruk yolları, dağlar eteğinde boruk yolları. Oy batsın elime çeneme geldim, çeneme geldim, çeneme geldim adamlar. Bakıdan Tovuz'a yordum yolları, kimin ne derdine kime ne geldim. Dağlar eteğinde moruk yolları, koy batsın elime çeneme geldim. Yazın evvelinde kaçıp beş günden,
5 günə. Gəldim ay mən ölçəm sənin eşkinə. Sən Allah bu sirri atma heç kimə. Gönlüm uşaqlaşır, dünənə gəldi. Orhan Paşa sevdi ezel hüsnü. Ay Orhan Paşa sevdi ezel hüsnü. Kaş ki bürümeyeyim ezel hüsnü, ezel hüsnü. Adet Korkturup canıma ey güzel hüsnü. Korkturup canıma ey güzel hüsnü. Yürüştüm köşme ey sineme geldim, sineme geldim, sineme geldim, sineme geldim. Sevdi Orhan Paşa ezel hüsnümü. Kaş ki bürümeye xəzəl hüsnümü. Korkturup canıma güzel hüsnümü. Yığışıp köşsüme sineme geldi. Yığışıp köşsüme sineme geldi. Bəhram müəllim o məqama gəldik, çıxdıq ki, ustadlar divanı ilə açardı, məclisi müxəmməslə bağlayardı. Ay usta Balamançı, bir müxəmməslə bizi eşidənlər şad olsun inşallah. Dodaklarım baldı gülüm, köhne şairler demişken, kaşların hilaldı gülüm. Anam seni melek doğdu, anam seni melek doğdu. Bil ona halaldı gülüm, bil ona halaldı gülüm, bil ona halaldı gülüm, bil ona halaldı gülüm. Çatmaz qələmin qüdrəti, Tanrı göydən pay göndərir. Sən dünyanın neməti, surətini çəkmək üçün acizdir əssam sənəti. İnsaf elə məzlumuna, gəl itirmə məhəbbət.